Dostlar, sizə bir bağ evi göstərəcəm. Çox möhtəşəmdir də. Xarici stildə. Buranın xüsusiyyətləri, dizaynı, əşyalar o qədər fərqlidir. O qədər maraqlıdır. Videonu axıra kimi izləyin, olsa bilirəm, hamınız baxırsınız, amma diqqətli baxın, xahiş edirəm. Mənə ləzzət eləyən o detalları sizə göstərəcəm, sizə ləzzət eləyəcək. Bu bağ sıradan, yəni dədə-baba bağ evi deyil. Fərqli bir konseptdir. Yaşayanda da Allah hamımıza qismət eləsin, belə bağ evində yaşayın. Bir ilə tikilmiş bir bağ evidir. Çünki bir il burada düşünülüb, ağıllı planlama, ağıllı düşüncələrlə ərsəyə gəlib bu bağ evi. Bir dənə görüntüsünə baxın. Sizə nə deyir bu? Elə bil ki, Avropadasınız, Amerikadasınız. O təsiri bağışlayır. Yorumlarda mütləq yazın fikirlərinizi. Mənə maraqlıdır. 5.5, yəni 5 sot yarımın üzərində yerləşir bu bağ evi. Gördüyünüz bütün bu elementlər hamısı düşünülmüş şəkildədir. Sarmaşıq. May ayında, indi aprel ayıdır da, may ayında bura bir dənə belə bir sıxılıq olacaq ki, 1.70-in 4-ün 8-ə isti, soyuq, aşma, daşma, hava elinin hovuz hissəsidir. Bağ ev alanda da belə bir bağ ev alın. Tam ürəkdən, yəni bunu məndən alın deyə demirəm, tam səmiyyətimlə. Bu bağ evində var zövq, var həz, var terapiya, var motivasiya. Yolu asfaltdır tam olaraq. O barmağımı uzatdığım, görsətdiyim hissə dənizdir. Bu bağdan dənizə xüsusi bir yol gedir. Novxanı Göradil əsas yolunda Sokar Zapravkası, yəni yanacaq məntəqəsinin yanında 200 metr asfaltlı yerdə yerləşir. Bu gördüyünüz, bax, yeni çıxıb təmirdən yerləşməsi, düşünürəm ki, hər birinizə təsdiqləyərsiniz, ideal bir ərazidir. İndi isə o birisi elementlərə keçək, otaq daxili sizə göstərdim. Bağ evinin işıqlandırma sistemi hər biri santral elektrika aid məhsullardır. Ümumilikdə bu bağ evində tanınmamış bir marka yoxdur, əzizləyicilər. Burada deyirlər, çölü Çindən gözəl, içi çölündən gözəl. Dəyərli izləyicilərim, 5 metr hündürlüyündə tavan, İngilislə İtalyan qarışığı, ümumiyyətlə qarışıq bir dizayndır. Loft da var burada, klassika da var burada. Siz detallara, elementlərə bir fikir verin. Ona görə əvvəldə dedim ki, bu günlərin elanlarda 1000-dən yuxarı bağ evi var satışda. Amma maraqlı konsept, çox redkidir, çox nadir hallardadır. Burada da həmən elementlər özünü əks etdirib. Qapı kəndarından girən kimi bu hissədə mətbəx, zəriflik, şıqlıq, sadəlik, gözəllik və komfort. Hər bir şey var əlimizin altında. Adası, gizli rozetkaları, qaz sobası, simistiteli, mebelin füsunkarlığı, şəkillərin dizayn olunması və burada da Bosch markasının elektronikası. Yer isti döşəmədir. Əzizləyicilər, hər halda onu görürsünüz, o keyfiyyət özünü görsədir, ad-bad demək istəmirəm. Bura zal hissəsidir, oturmaq. Xudmani 5 sotun yarımın içində o zövqlü insanların daim yaşaya biləcəyi bir bağ evi təqdim edirəm sizə. Bu evə qonaqlar gəlməsin və elə özünüz, konsept odur da, yəni dincəlirsiniz özünüz üçün. Dənizin havası. Yataq otaqlarına keçəcəm, indi oranı sizə göstərəcəm. Belə bir oval formasında hündür tavan, divar şəkilləri, şamdanlar. Burada ümumi dərin paltar dolabı, kamera sistemi, Wi-Fi hamısını burada səliqənə yığıblar. Çox səliqəli adamdır da, yəni sahibi. Sizə yataq otağını təqdim edirəm. Burada gözəlliyi danışır. Mən danışmıram, dəyərli izləyicilər. Düşünün belə bir yataqda səhər açırsınız, belə bir tülü pərdə, maraqlı bir konsept. Bunun içərisində
hamam, qardirob otağı da var. Ona baxacaqsınız. Sadəliklə zərafətin birləşdiyi bir mənzildir, dəyərli izləyicilər. Buna xüsusi olaraq, tam səmimiyyətinə deyirəm, dəyər verən insanlar var. Bundan qabaq da mən Bali evi bu ərazidə satmışdım. Yəni bu konsepti hər adam qəbul etməyə bilər. Mən razıyam. Çünki bizim öz kodumuz var da, yəni yanaşmamız var. Amma bunun öz sevənləri var. Əsasən Avropaya, xaricə tez-tez gedib gələn, orada yaşayan, oranın havası ilə uyğunlaşan insanlar üçün konsept odur. Ya da gözəl bir güzgü, onunla üz-üzə qardiroblu otaq. Bəli, şıx bir qardirob otağıdır. Və onun yanında daxilində vanna otağı. Hələ ümumi vanna otağını görsəz, vapşur yerdə gedəcək. Keçək o birisilərə baxaq. Deməli, burada artıq bütün yataq otaqlarında hər birini adlandırıblar, ad veriblər. Onu verdim ki, Avropada, burada dəyərli izləyicilər. Məsələn, o hamam otağına baktrum. Buyurun. Bu zəlafətə, şıxlığa baxın. Vannası, duş kabini, şamları qoyursunuz burada, köpüyü vanna, yandırırsınız, bir qədər şampanyaya, ağ şərab, belə bir moydadır. Allah pul getirsin sizə. Yaşayın da bu həyatı da. Bir dəfə gəlir bu həyata. Öləndən sonra qayıdan yoxdur. Pulumuz var, yaşayın, dəyərli izləyicilər. Sizə möhtəşəm evlər təqdim edirəm. Çamaşır otağıdır, qurutma, yuma, maşınları, hər şey düşünülür. Bu yataq otağına uyğun olaraq qeyri-adi mebellərlə yığılıb. Qapının üstündə olan taxtanı görürsünüz. Növbəti yataq otağıdır, dəyərli izləyicilərim. Bu yataq otağı da digər kimi zövqlü, maraqlı və qeyri-adi tərzdədir. Dəyərli izləyicilər, bu gözəlliyi almaq üçün əlaqə nömrəmizə zəng edin. Ən əsas vacib məqamlardan biri bu gördüyünüz bağ evinin həm torpaq yanı sahəsinin kupçası var, həm də bu 200 kvadrat tikilinin kupçası var. Yəni alqı-satqıya tam hazırdır. Düzgün tikinti qaydalarına rəayət olunub, düşünülübdür. Al ömrü bu, əlvat qulağın dibinə, yaşa, mənə də sağ ol deyərsən. Sağ olun.